Önce sizi tanıyaq. Ayla. Ayla, şad oldum. Sizə bir-iki sualım var. Deməli, sizcə həyatdan sonra həyat varmı? Var. Yəni mən bu Bizə necə tanımlaya bilərsiniz? necə yəni bir insan yəni mən burada öldümsə, yəni belə açıq şey olaraq da, yəni mən başqa bir bədəndə ya da heyvan olaraq, insan olaraq məncə mən yenidən dünyaya gəlirəm. Reinkarnasiya. Hə, ona. Aha. Bəs bu həyatdan sonra ümumiyyətlə bu gördüyünüz bütün həyatdan danışıram. Dünyadan danışıram. Bu həyatdan başqa bir həyat sizcə varmı? Əslində ola bilər, amma yəni çox inanmıram düzündəsə, amma məncə ola bilər. Bəs sizcə bu dünyanın mənası nədir? Məncə yaşayıb ölmək, yəni biz nə qədər şey eləyirik, amma axırımız olsa ölməkdir. Yəni məncə bu həyatın bir mənası yoxdur. Sizcə mənası yox. Yaşamaqdır. Sadəcə yaşayaq axıra qədər. Ölmək üçün yaşayırıq məncə. Bəs sizə görə Tanrı, yəni Allah varmı? Var. İnanıram mən. Bəs Allahın bizlərdən istədiyi nədir? Düzün desəm bunun necə cavab verəcəyimi bilmirəm. Heç bir fikrim yoxdur buna, düzün desəm. Yaxşı oldu, çox sağ olun. Çox sağ olun. Siz sağ olun. Çox sağ olun. Çox